Salam uşaqlar. İlk növbədə kanalıma abunə olub videolarıma dəstək olan hamıya təşəkkür edirəm. Uşaqlar, oyunla bağlı istəklər çoxdur. Play Store-a daxil olursunuz. Custom Cars Online. Oyunu yüklədikdən sonra baxın, oyuna daxil olub bura məlumatlara girirsiniz. Bax, deyir burada. Hər gün yeni bir araç açılır. Güncəlləmə gəldikdən sonra. Xəritə düzənlənməkdədir. Yeni xəritə. Oyuna daxil olduqda Car Shop maşın mağazasına daxil olursunuz. Bax, burada maşınlar çoxdur. Tofaş var, Fiat var, Honda var, Volkswagen, yox, başqa maşın. Volkswagen, Renault, Passat, Mercedes, Levida, bu da Volkswagen. Hamısı olan modellerdir. Sprinter. Yəni içinin detallarına şimdi baxa bilərsiniz. Subaru. Suzuki Brezza. Bu yeni modeldir. Bax, iki dənə də model burada var. Bax, bir burada, bir burada. Bunlar da sabah biri açılacaq. Birisi gün biri açılacaq. Yəni bir gündən bir açılım oyunların maşınlar. Yeniliklər çox olur. Sonra baxın. Burada Adstrin yeni gəlib bu. Maşına belə pul işıqları qoya bilərsiniz, söndürə bilərsiniz. Maşınları almaq üçün də reklamlara baxırsınız. Reklamlara baxdıqdan sonra maşınları ala bilərsiniz. Qaraca girirsiniz, daxil olursunuz. Baxırsınız ki, bütün maşınlar buradadır, aldınız. Modifiye, misal üçün, bax, parçalar var. Parçalar bəzi maşınlar üçün yoxdur. Gəlin mən sizə parçalar olan maşınları göstərim. Qaraca girək. Tofaş. Bax, parçalar burada belə. Nömrələri dəyişmək üçündür bu. Çox istək gəlsə, bəlkə Azərbaycan nömrəsi də gəldi oyuna. Girib yorumlara yazsaq, bəlkə də gələcək. Yoxlamaq lazımdır. Bunlar da ki, pul yığırsınız uşaqlar. Pul yığıb pulla almaq lazımdır. Pulsuz qeyri-mümkündür də, ala bilmirsən. Yəni hər formada detalları var da. Bəzi maşınlara detal yoxdur. Özləri modifiye edib qoyublar ora. Sən heç əziyyət çəkmirsən. Bu da bagajdır. Bu yazılardır. Bu qabaqdadır deyəsən. Burada səhv düşür. Bu güzgülərdir. Təkərliklər. Əl tutmaq üçün bütün detalları göstərirəm ki, yəni hər maşında da yoxdur. Bir dənə Tofaşda bütün detalları dəyişə bilirsiniz. Kalonkalar da burada.
Nömrəni silmək də olur yəni. Bu qədər uşaqlar. Detallar belədir. Boya gövdə boyama, yəni rəngləri də belə dəyişə bilirsiniz istənilən rəngə. Bu formada dəyişə bilirsiniz. Yəni belə. Cam boyamadakı bu belə. Bu qədər. Nömrə yerinə Azərbaycan nömrəsi yaza bilərsiniz. Düzdür, nömrənin özü olmayacaq. Məsələn, yazaq 77 777 qayd edirsiniz. Bax, nömrə gördünüz, düşdü. Qəşəng də düşdü. Yəni, bu qədər. Spanziyalar da var, bax, burada. Offset. Bunlar təkəri çölə bayıra çıxardır, belə. Komber. Təkəri əyir, düzəldir, oyun edir. Bu təkərin böyüklüyüdür, balacalığıdır. Bu da ki, qabağın qaldırmaqdır, bax belə. Türklərdə ən çox maşın tofaş qabaq, arxa qalxır, qabaq belə. Yəni, siz azelo formasında edə bilərsiniz. Sonra nə deyəcəkdim? Deməli, oyuna daxil oluruq uşaqlar. Oyuna daxil oluruq. Başlata bax. Bax, bu multi oyundur. Multi yəni onlinedır. Single sərbəstdir. Sərbəst girirsiniz bura. Reklamlara baxırsınız. Oyuna giriş üçün bilet qazanırsınız. Daxil olursunuz. Bax, burada qarlı yol var. Çoxdur yəni burada. İndi artacaq. Bax, bu da ki, yoldakı maşınların sayını azaltmaqdır. Artırmaq, azaltmaq. 0-a qoysaz heç maşın olmayacaq. 30-a qoysaz yəni interval çox olacaq, intensivlik. Hər hansı birinə girək. Deməli, uşaqlar, bax, maşını kodlayırıq. Remeni bağlayırıq. Skorsa siz keçirdirsiniz. Yəni, avtomatik deyil. Bəzi maşınlar avtomatikdə özü keçirdir, amma siz də keçirdirsiniz. Ən əsas məsələ, uşaqlar, deməli nədir? YouTube-a girmək üçün 3 nöqtəyə basırıq. Bax, burada play işarəsi var, birinci. Buna daxil olursunuz. YouTube-dan hər hansı bir videonun, bax, elə belə göstərim hazırda belə. Kar Vadisi'ne daxil oluruq. Balaca bir şey. Paylaşa daxil olub linki kopyaladıq.
YouTube'dan işimiz qurtardı. Daxil olub bunu kopyalayıb vururuq. Play vururuq. Maşını silə bilərsiniz. Efendim, beni bugünlere getiren sizsiniz. Müsteşarlık yaparken ufkumu açtınız, yolumu açtınız. Bana destek oldunuz. Mütevazı bir memurken dört başı mamur bir iş adamı oldum. Sayenizde ülkenin bütün gümrüklerini kontrol altında tutuyorum. Herkesin iş yapmasına olanak sağlıyorum. Özellikle sizin ameliğinizde olan insanlara özel imtiyazlar sağlıyorum. Ve bütün bunları silah kullanmadan kağıt kalemle yönetiyorum. Bugün başıma gelenlere bakın. Ben bunu hak edecek ne yaptım? Drone var. Drone-la bağlı istifadə edə bilirsiniz. Sonra maşından düşüb bax, rolu belə fırlayırsan, təkər qalır. Sonra maşından düşürsən, təkər o formada qalır. Sonra gəlib burada çay içə bilirsiniz. Məsələn elə burada oturub İndi çay qoşulmadı nəsə. Yəni çaya basıb burada stəkan işarəsi var, ona çaya baxa bilirsiniz. Buradan belə işarələr onlaynda işləyir. Maşına minib buradan bax, göstərə bilərəm sizə işıqları. Bax, buradan yan işıqlar yandıra bilərsiniz, belə yandıra bilərsiniz. Sonra aynalara bax, ayna. Aşağı salır aynalar. Yuxarı nəsə də əlavə eləmişdilər yeni. Düşə bilirsiniz rahat şəkildə, gəzə bilirsiniz. Bu qədər yəni. Sonra hə uşaqlar bax. Maşınla yox görevlər keçirsiniz. Görev keçib bir qədər.
burada falan. Başlayıp buradan parka gelirsiniz. Parka gelirsiniz. Maşın. Park elemeye de pul verir. Reklama baxanda 2 qat verir. Yəni bu 2 qat yox, 5 qat. Bir də nasıl göstərir? Görevlər var da, yəni bildiniz. Bax 5x görevi bitir. Bunu vurursan bu kadar. Burada ışıklar var, yanıp sönen. Pavratlıklar var. Sonra signal var. Bu kadar. Uşaqlar. Nə sualınız olsa yorumlara yaza bilərsiniz. Hansı oyunla bağlı çəkiliş etməyimi istəyirsinizsə yorumlara yaza bilərsiniz. Görən videoya baxan hamı zəhmət olmasa videomu bəyənsin. Kanalıma dəstək olun. TikTok kanalımda da, YouTube kanalımda da. Proton Bus Simulator vurmana maşınların nömrəsini dəyişmək, sənə hər hansı bir detal əlavə eləməyi planlaşdırıram. Əgər bu video yaxşı baxış yığsa, bəyəni yığsa, dəstək alsa, onu da çəkib paylaşacağım. Hələ ki bu qədər uşaqlar. Sağ olun.